Rekordu açdım. Hə. İndi gəlin oradan başlayaq. Mən yavaş-yavaş izah eləyib gedim. Nə suallar olsa məni saxlayın. Müzakirə edək. Tak. Baxın, burada bizdə OP-də, yəni OP-nin daxilində, Object Oriented Programming-də açılışı buradadır. OP-nin daxilində bizdə bir neçə konseptlər var. Onlar nələrdir? Bax, klasslar OP-yə aiddir, obyektlərdir, encapsulation da bugün keçəcəyimiz yeni dərsdir, inheritance-dır, növbəti dərs bunu keçəcəyik, polimorfizmdir. Bunlar hamısı ayrı-ayrı hissələridir OP-nin. Biz bu konseptlərə bugün toxunacaq. Bura qədər olan konseptlərin hamısına toxunacaq. Buna da növbəti dərs toxunacaq. Okay, indi mən başlayıram burada misallardan və izah edə gedirəm. Deməli, bizim class object encapsulation nə deməkdir? Ən təməldən başlayacağam. Həm də yadımıza salaq çox sürətli şəkildə. Obyekti yaradıb ekrana vermək fərqli formatlarda. Məsələn, mənim main classım var. Main class adətən nə üçün istifadə olunur? Kodu burada run edəcək də. Amma əsas OP-nin təməli olan klasslar hamısı digər OP-nin təməli olan klasslar digər proyektlərin altında yaradılır. Yəni digər klass formatında yaradılır. Məsələn, deyək ki, engineer-dir. Bu bir obyekt. Buna bir obyekt gözündən baxırıq hal-hazırda biz. Və bunun bir funksiyaları olacaq. Məsələn, bunun adı olacaq, bunun təcrübəsi olacaq və s. və s. Düşürəm aşağı, deyirəm string, name, mühəndisin adı, bir də ki, bunun experience-i. Mühəndisin experience neçə ildir. Və bir dənə altından metod yazacaq, okay. Və biz burada verəcəyik ki, məsələn, düşürəm aşağı, deyirəm ki, void work. Bunun altından bir ekrana verəcəm ki, məsələn, burada nə var alsın, name. Həmin o mühəndisin adını istifadə edəcəm metodunun altındakı sistem outprint elənin içində. Məsələn, deyək ki, burada engineer name is həmin yuxarıdakı adı gətirib atıram bura. Deyirəm, mühəndis ki, işləyir, onun adı nədir? Yuxarıdan gələn ad. Və bir dənə də düşürəm aşağı, deyirəm ki, engineer's experience is, experience də yuxarıdan bura gətirib atdım. Bu belə. İndi mən gəlirəm main-in içinə. Main-də nə edirəm? Bir dənə təbii ki, engineerəm bu fieldlərini əlçatanlığım olması üçün. Və mən sizə bir şey qeyd edeyim. Baxın, bunun qabağında public və yaxud da heç nə yazmamışam. Public heç bir şey yoxdur. Əgər heç nə yazmamısınızsa, bu avtomatik olaraq bu deməkdir. Yəni, bu fieldlərin qarşısında avtomatik olaraq bu söz yazılır. Belə. Filtrenin qarşısında avtomatik olaraq bu söz yazılır. Yəni default. Okay, indi bunu sildim. Gəlirəm bura. Engineer bərabər new engineer. Mühəndis obyekti yarandı. Amma fikir verin, bir dənə sizə sual verim. Sizcə bu mühəndis obyektinin konstruktoru hal-hazırda dolu konstruktordur, yoxsa boş konstruktordur hal-hazırda sizcə? Aha. Okay. Çünki içə baxırıq ki, heç bir parametr yoxdur. Və giririk bura, görürük ki, heç nə yoxdur. Və fikir verin, mən buna basıram. Bir də sizə bir şey göstərəcəm. Baxın. Public. Heç əllə yazmayacağım. Bunu birbaşa sağ düyməni basın, generate eləyin. Konstruktor. Hamısını seçin, enter verdik. Düzü konstruktor yarandı. İndi baxın, mən heç nə yox. Bunun içinə 2 dənə data ötürəcəm, deyək ki. Bir, deyək ki, Ali olsun, təcrübəsi 23 il olsun. Baxın, üstünə basanda mən aparır bura gördünüz. Adı üstündə, yəni konstruktor var axı. Amma bunu silsəm, bunu da silsəm. Üstünə basanda mənə aparır birbaşa klassın özünə. Bunun mənası odur ki, boş konstruktoru heç vaxt əllə yaratmırsınız. Boş konstruktor zaten boş konstruktor Java tərəfindən özü yaradılmış olur. Baxın, gördünüz, yaradılmış olur. Amma bir dənə incə məqam var ki, Java deyir ki, yox, əgər sən dolu konstruktoru yaratmırsansa, avtomatik xəta verəcək. Nəyə görə xəta verir? Çünki deyir ki, əgər dolunu yarada bilmirsənsə, deməli boşda yarada bilərdin əlindən. Yaratmamısa deməli ehtiyacın yoxdur. Ona görə siz əgər bir dənə konstruktoru əllə doldurdunuzsa, avtomatik cavab deyir ki, onda boşu da özün yarat. Mən boş sənin üçün yaratmayacağam. Ona görə düşsə də əgər bir dənə də boş konstruktor yaratsaz, bu şəkildə. Baxın, xəta getdi. Çünki gördü onu. Aydın oldu. Yəni siz yaratmasanız default olaraq öz arxada bunu yaradır. Amma yox, siz əllə belə bir şey yaratmırsınızsa, Java sizə deyir ki, bunu yaradan yəqin bunu da yarada bilər. Ehtiyac duymayıb ki, yaratmayıb. Ona görə xəta atırdı avtomatikman. Okay. Bu da belə burada not kimi qalsın. Düşdüm aşağı, engineer-i yaratdım. Daha sonra nə edirik? Bunun üçün dəyərləri set edirik. Və dəyərləri set edəndən sonra, məsələn, engineer nöqtə, deyək ki, adı olsun. Deməli, engineer nöqtə
experience olsun 40. İfçə, mən nə etdim? Ad və experience dəyərlər ötürdüm. Bunu hələ ki qalsın burada, silməyəcəm. Dəyərlər ötürdüm və aşağıda mənim bir də metodum var. Metodun məqsədi nədir? Məqsədi həmin dəyərlər var, yuxarıdakı dəyərləri götürüb istifadə edirəm içəridə, görürsünüz. İndi onu run edirəm. Bir dənə bu metodun özünü çağıracağım, work. Düşürəm aşağı, engineer.work. Run etsəm, gördünüz, deyir, engineer name is Malik, engineer experience is 40. Bu göndərdiyim dəyərlərin hamısını bura set elədi. Arxa fonda belə bir şey oldu. Malik və burada oldu 40. Bunu da götürün neynədir? Aşağıdakı mənim kodum baxın, metodunu istifadə edir. Deyir, engineer name is Malik, engineer experience is 40. Sadəcə burada yazmağa ehtiyac yoxdur, çünki biz çöldən set eləyib göndəririk bu şəkildə. Burada qaranlıq qalan bir şey oldu. Bu metod set eləməkdə, bir də onun işləmə funksiyasında. Engineer səhifəsini yaratmasaydınız, yes, baxın bu engineer var, burada istifadə eləmişəm. O tanımayacaqdı. İndi yəni silim onu. Engineeri götürək, silək. Sildim. Baxın, hətta deyir ki, bu bəzi yerlərdə deyir, istifadə olunur. Əminsən, deyir, silməyə. Hətta göstərir, baxın. Deyir, maində istifadə edirsən, bunu silməyə əminsən. Mən deyirəm, əminəm. Avtomatik görürüz, xətalıdır. Üstünə diqqət etsəz, deyəcək ki, cannot resolve symbol engineer. Bu deyir, belə bir şey tanınmadı Java tərəfindən. Yes, yes. Və bu OP. Okay. Bu konseptin ümumiyyətcə özü full, bu istifadə tərzimiz, engineerin özü, yaranma tərzi və s. hamısı OP-yə daxildir. İndi keçirəm növbəti hissəyə, konstruktorlara. Mən keçən dərsdə konstruktorları göstərmişdim, yenidən çox sürətli göstərəcəm. Biz burada nə etdik? Dəyərləri birbaşa set elədik, amma konstruktorla vermədik. Amma biz buradan bunları, bu bir format idi. Bir də bunu saxlayıram. Baxın, fərz edin ki, bunu heç silməyəcəm. Bunu saxlayıram. Bir dənə də engineer yaradıram. Amma bunu artıq konstruktorla dolduracam içine. Engineer olsun 2. John və experience 20-dir. Düşüb aşağı yenidən mən engineer 2.work yazsam, sizcə burada ekrana nələr çıxacaq? Sizcə nələr çıxa bilər ekrana? Full koduna. Aha. Yes. Bununla bəs bunun fərqi nə oldu? Yes. Yazılacaq. Yes. Bunun fərqi bilirsiz nə oldu? Sadəcə olaraq Fərid dediyi kimi bunu sanki buradan sildik, hamısını bunun içində yazdıq. Baxın, buradan Malik 40-ı götürdük, oradan sildik, sanki birbaşa mötərizənin içində verdik. O lüksu bizə nə verdi? Konstruktor. Gördünüz, belə bir şey yaratmışam burada, konstruktor. Amma bu konstruktorum olmasa, elə bir lüksum olmaz. İşləməyəcəkdi. Okay. Konstruktor var deyə avtomatik burada işlənmiş oldu bu şəkildə. Bu hissəsi də bu formatda. İndi bunu mən run etsəm, Malik 40 və baxın, engineer Malik 40, engineer John 20 çıxdı. Hər bir ekrana. Experience. Name. Okay. İndi oradan mən davam edirəm. Sual varsa mənə sualınızı verin. Yoxdursa mən konstruktor üzərinə sizə bir şey izah edəcəm indi. Keçən dərs göstərmişdim əslində. Baxın, burada engineer var, boş konstruktordur. Engineer var, 2 parametrli konstruktordur. Düşürəm, deyirəm ki, bir dənə də engineer ver. Məsələn, bunu da olsun ancaq neyimi? Bunun ancaq neyimi var? Bir dənə də düşürəm aşağı, atıram. Ancaq experience var. Biri hər şeyi əhatə eləyir. Biri heç nə əhatə eləmir. Biri ancaq adı, biri ancaq təcrübəni əhatə eləyir. Fikir verin, eyni adlardır. Adlarda heç nə dəyişmir. Halbuki sizdə belə bir şey yazmışıq yadınızda. Metod yazsam, 2 dənə eyni adda metod yazanda nə deyir? Deyir, already exist. Gördünüz, already defined verir. Deyir, zaten bu adda var. Deyir, heç olmasa qabağına 2 ad ki, mən görüm fərqli bir şeydir. Amma burada baxın, vermir elə bir şey. Eyni şey görün, nə qədər yazmışam. Çünki baxır ki, birində bir şey 0 göndərib, birində 2 dənə göndərib, birində 1 dənə, birində də başqa tip göndərib. Konstruktor overloadingin mənası o deməkdir ki, baxın üstə yazıram. Konstruktor overloading. Bunun mənası o deməkdir ki, konstruktorlar bir-birinin üzərinə keçirlər. Məsələn, yuxarıda müştərinin gələn dataya uyğun özlərini dəyişirlər, modifiyə edirlər. Burada bir dənə məsələ var ki, düzdür, burada 2 dənədir.
Burada bir dənədir. Amma bunda da bir dənədir. Niyə işləyir sizcə? Məsələn, bunda bir dənədir, bunda da bir dənədir. Yəni, eyni parametr saydadır. Bəs nəyə görə xəta vermədi sizcə? Bu iki dənəsi. Yox. Aha. Yox. Məsələn, deyək ki, burada niyə indi işləmədi? Niyə integer yenə də işlədi, string yenə də işləmədi? No, gəl dəyişib bax kökündən. Bunu dəyişdim. Bunu da dəyişim, kökündən dəyişim. Bunu da dəyişim. Baxın, yenə xəta alıram. Sizcə nəyə görə alıram? Siz nəyə görə alıram? Burada konstruktor baxır ki, deyir eyni tipdirsə, zaten deyir eyni tipi niyə 2 dəfə yaradırsan? Yəni, bir dənə burada ver getsin də. Anladınız nə demək istəyirəm? Overloading o deməkdir ki, bir dənə olsa belə tipi fərqli olsun. Ən azından tipi eyni olmasın. Intdirsə bu string olsun, bu stringsə bu int olsun. Ona görə fikir verin. Biri int idi bayaq, biri string idi. Ona görə işləyirdi. Tipləri fərqli idi. Tipləri bunu lap intə çevirsəm yenə işləməyəcək. Çünki adam deyir ki, əgər tək konstruktor yazırsansa, hamısında bir dənə parametr varsa, nəyinəsə görə fərqlənməlidir mütləq. O da nə olmalı? Tip olmalıdır artıq. Tipinə görə fərqlənir. Aydın oldu? Okay. Olmadısa sual verin, mən izah edeyim yenə də. Fərqli aspektlərdən. Okay. İndi mən artıq bunu yazmaqda mənim üstünlüyüm nə oldu? Mənim artıq bu klasın dinamik oldu. Bir dəfə boş yaradıb əllə set eləyərəm, bir dəfə dolu yaradaram, bir dəfə lap götürüb bir dənə adını verərəm. Bəlkə bu adam ilk dəfə işə qəbul olub, təcrübəsi yoxdur. Buna mən təcrübə deyəmərəm, axı sənin təcrübən var. Bu məsələn Alexin təcrübəsi yoxdur. Amma John'un var. Yəni hər müştəriyə uyğun bir kombinasiya yaratmış oluram mən hal-hazırda. Deyirəm ki, engineer 3.work. Yaxşı, bir dənə maraqlı sual verirəm. Bunu ekrana versən nə baş verir? Deyək ki, burada engineer.work verdim. Bax, burada John'la 20 getdi düşdü bura, düzdür? Bax, John bura düşdü, 20 bura düşdü. Amma mənim bu müştərimin bir dənə adı var, təcrübəsi yoxdur. Amma mən bura göndərirəm bu şəkildə. Ad. Amma təcrübəsi yoxdur. Sizcə nə ekrana çıxacaq burada təcrübə yerində? Nə ola bilər? Heç nə göndərmirəm. Aha. Gəlin baxaq. Sizcə son qərar nə verər orada? Print elədim, ekrana verirəm. Gördünüz. Bax, Malik 40, John 20, Alex 0. Sən əslində düzdürsən, Fərid. Bilsən nəyə görə orada 0 verməli? Çünki bu elə bir ki, Java-da, bunu da deyim sizə, number-ın default qarşılığı 0-dır. Okay. Amma reference-ın default qarşılığı 0-dur. Məsələn, burada mən Alex olsaydı, adı olmasaydı da, avtomatik olaraq fərqli dəyər alasıydıq biz. Məsələn, deyək ki, onu da yazmaq üçün engineer 4 bərabərdir. New engineer yazaq. Bu dəfə də içinə yaş ötürək. Təcrübə ötürək. Engineer 4.work yazaq. Okay, bunu da götürək. Ataq altına. Bunu da atdım ki, kod səviyyəyə görsənsin də, qarışmasın kodlar. Gördüyün indi Fərdi, burada sən dediyin kimi oldu. Yes. Hərəsinin formatında eynən. Okay. Burada aydın oldu sizə yanaşma tərzi. Bu çox vacib bir mövzudur. Məsələn, son 2 dərsdən bu yana hamısı vacibdir, OP ilə bağlı. Nəsə qırılma olsa dərhal mənə deyin, saxlayın, baxaq orada. Bu hissəsi bu şəkildə. Deməli, bizim bir dənə klassımız var, mühəndis. Bütün şeylər, strukturlar bunun içində verilir və biz burada artıq onu çağırıb icraata başlayırıq, icra edirik. If bunları da belə bir işdirək ki, sən belə başlasın. Tak, davam edirəm nəyə? Constructor overloadingi göstərdim. İndi yeni mövzu sizin üçün nədir? Encapsulation. Encapsulation bildiyimiz kapsul deməkdir. O, məsələn, dərmanlar var bizdə plasmas kapsulun içində. Həmin o variantda bir şeydir. Sanki o kapsulun içindəki o dərman tərkibi bir şey bizim bu filtlərimizdir. Biz bu filtləri götürüb kapsulun içinə salırıq. Bəs bu bizə nəyə görə lazımdır? Məsələn, burada fikir verin, bayaqdan çox rahat şəkildə biz bunlara ulaşırıq. Görürsən, hamısını görürük çox rahat şəkildə. Heç bir problem yoxdur. Birbaşa bir dənə engineerin içindəki bütün filtrləri sadəcə obyekt çağırmaqla heç bir halda rahat girib görə bilirik. Amma bəzi momentlər var ki, bizə onun icazə verilməməlidir rahat görmək. Okay, bu necə yaradılır? Engineerdən keçək employee, engineeri söndürdüm.
İşçi götürək. Bu bizim işçimizdir. İşçinin məsələn hansı filtrləri var? Maaşı var, düzdür. Mən düşürəm aşağı. Biz sizlə necə yazırdıq bu günə qədər? Double salary verirdik, düzdür. Amma artıq biz qarşısına yazacaq, private yazacaq. Private-ın mənası nədir? Yəni özəl, şəxsi deməkdir. Və burada baxın, get var, bir də set var. Burada indi qəlizdir, mən indi sadə izah edib sonra bura gətirib çıxaracağam birazdan. Gəlirik bura, düşürəm aşağı. Set və getin mənası nə deməkdir? Set nə deməkdir? Ver, get o demək ki, al. Okay. Biz bu dəqiqə indi yaratdığımız employee gəlirəm main klassına. Necə ki, qəşəng bayaqdan işləyir. İndi gələcəm bura, bunu komment alıram. Yeni bir şey yazacağam burada. Deyirəm indi bu dəfə employee-in obyektini yarat. Və deyirəm employee nöqtə, baxın ucu nə etmək istəyirəm. Nöqtə verəndə yenə salary-ni görmək istəyirəm, amma görə bilmirəm, fikir verin. Salary yazıram, gəlmir heç nə. Çünki nə eləmişəm? Private eləmişəm. Artıq kənardan çox da rahat əl çatan bir şey deyil o. Private-ın daxilindədir. Ona görə biz burada encapsulation-dan istifadə edirik. Yəni getter və setterlardan. Buna da yazaq ki encapsulation. Getter və setter necə yazılır? Birinci mən əlinə yazacağam. Deyək ki, biz verək public. Birinci set edirik. Void set salary. Düzdür. Salary-ni set edirsiniz. Bildiyin konstruktora çox oxşar məntiqdir. Sadəcə bunlar metodlardır. İçində nə gözləyir sizdən? Double salary. Və göndərdiyim maaşı nə edir? This nöqtə salary bərabərdir salary. Bu adam məndən maaş gözləyir. Göndərdiyim maaşı götürüb yuxarıdakı maaş sözünə yapışdırır. Bu set idi. Bir dənə də get var. Mən set etdim deyək ki, düşürəm aşağı employee nöqtə. Baxın gördünüz, set salary gəldi. Set salary'ni seçirəm, içinə ötürəm adam 1000 manat maaşı var. Hamısı okeydir. Set. Bir də var ki, yaxşı set elədim və bunu necə mən get eləyim? Get nə üçündür? Ekrana vermək üçün. Bir dənə də düşürürsünüz aşağı deyirsiniz ki, public. Bu dəqiqə bu geriyə nə qaytarır? Tipi nədir bunun? Double. Düzdür. Double olduğu üçün siz artıq burada indiyə qədər void ilə yazmağa bilirdiniz, düzdür. İndi artıq bir dənə əlavə bir şey öyrədəcəm. O da double-dır. Geriyə nə qaytarırsınızsa, onun burada return type. Bunlar return type-lardır. Void o demək ki, yəni ingilis dilində avoid var, o mənada başa düşə bilərsən. Yəni qaç. Prosta ekrana set elə və qaç. Amma double o demək ki, mənə onu geriyə qaytar. Double. Double get salary. Okay. Bir dənə burada sizin üçün yeni olan bir double get salary, yəni double sözüdür. Bir də return salary verdim. İndi bunu sizə yenidən izah edeyim. Set bilirsinizsə, yəni set verdim. Maaşı ötürdüm. Ötürdüyümü verdi yuxarı. Maaş bu dəqiqə mənim əlimdədir. İndi həm maaşı görmək istəyirəmsə, public double get salary. Get yəni bunlar random adlardır. Nə istəyirsiniz yaza bilərsiniz. Get salary, return salary verirəm. Bu nə deməkdir? Yəni deyirəm mənə qaytar artıq. Bayaq nə vermişdim? Onu mənə geriyə qaytar. Return elə mənə. Deyir qaytarım tipi nədir? Double-dır. Amma mən bura void yazsaydım, baş işləməyəsiydim. Niyə? Çünki deyir maaşı geriyə qaytar. Geriyə qaytaranda sən qaytardığın tipi də burada yazmalısan. Salary-ın tipi nədir? Double. Amma sən void yazmısan. Ona görə bura nə yazırsan? Double. Başqa bir misal göstərim. Deyirəm ki, koda geriyə qaytar anar sözünü. Public string. Anar sözü hansı tipdədir? String tipindədir. Public string get name. Return anar. Gördünüz? Anarın tipi nədir? String. Ona görə burada string yazdım. Amma double yazsam işləməz. Çünki anar nədir? String. Amma bura double yazmışam. Yəni bura nə qaytarırsınızsa return-də bu tipinizdə eyni tipdə olmalıdır. Okay. Aydındır bu hissəsi. İstənilən bir şey var. Məsələn, gəlin onu göstərim sizə. Deyək, şey aşağı private string name məsələn. Private int age var. Şuraya aşağıdan dolar yazıram. Public. İndi məsələn nə qaytaraq? Ad qaytaraq. Sonra string yazacaq. String get name. Burada artıq nə? Aha. Necə yəni double olması? Tam anlamadım sualı. Bunu deyirsiniz. Aha. Hə, orada da belə olur.
Məsələn, double set elədim, sonra double get elədim. Name'i də get eləməmişdən əvvəl nəsə bir şey orada olmalıdır ki, onu get eləyək, düzdür? Public void set name və this nöqtə name. Yes, void-i hər zaman verirsiniz. Necə? Həmişə set eləyəndə void-lə verirsiniz. Fikir verin. Setlər həmişə void-lə işləyir. Amma getlər isə həmin tipin özünə də onunla işləyir. Double-sa double, string isə string. Adı məsələn bir dənə də age üçün yazım, int üçün. Baxın, adı özü yazdı. Public void set age void-lə yazdı. Age-ə verdi dəyər int tipində. Get age eləyəndə artıq double-la qaytarır, int-lə qaytarır geriyə. Çünki tipi int-dir. Hər birinin öz tiplərinə uyğun geriyə dəyərləri qaytarır. Salary double idi, ona görə double-la qayıtdı. Name string idi, ona görə string-lə qayıtdı. Age isə int idi, ona görə də int-lə qayıtdı. Aydındır? Bir də siz bunları əllə yazmayacaqsınız. Onun da sizə qısa variantını göstərim. Baxın, bütün bu yazdıqlarımı buradan götürürəm, silirəm. Bayaqki kimi sağ düyməni basırsınız, generate var burada. Generate basırsınız. Burada nə var görün? Getter setter var görürsünüz. Getter and setter var. Setter var və getter var. Hansı sizə lazımdır onu seçirsiniz. Mən məsələn lazımdır ikisi də. Basıram. Deyirəm hansı filtrə tətbiq edeyim. Deyirəm buna da, buna da, buna da. Deyir yaxşı. OK verdiniz, özü sizin üçün yazır. Gördünüz? Hamısını yazır. Yox, əgər sizə lazım idisə atıram, ancaq setlər get lazım deyilsə, təbii ki, onda da burada set yazırsınız. Hamısını seçirsiniz, setləri sizin üçün yazır ancaq. Bu şəkildə işləyir. Yəni, bunu mən sizə niyə əllə yazdım? İşləmə funksiyasını biləsiniz, sonra zaten onu şey eləmək asandır oradan, Java-ya yazdırmaq. Aha, indi göstərəcəm. Gəlirəm mainə. Baxın, maaşı verdim, set salary etdim, düzdür? Və indi düşürəm aşağı deyirəm ki, employee nöqtə ad da verək John, bir də employee nöqtə yaş da verək 20. Gördünüz, hamısının setləri istifadə etdim. Gəlirəm bura. Fikir verin, setlərin işığı yanır içində. Amma getlər işığı yanmır çünki istifadə etməmişəm hələ ki. İndi gəlirəm getləri də istifadə edirəm. Düşürəm aşağı. Getlər necə istifadə olunur? Bu da yeni bir məlumatdır. Əgər hardasa geriyə void-dən fərqli bir şey qayıdırsa, görürsünüz int, string, double. Həmin şeylər həmişə sistem outun içində yazılır o şəkildə. Yazıram bura employee.get salary. Niyə? Çünki salary geriyə double qaytarır. Daha sonra system out employee.get name. Bir dənə də system out employee.get age. Salary, name, age hamısı get-lə olduğu üçün onları birbaşa system out print eləyən içində yazırıq ki, ekrana çıxsın nəticələrimiz. Görürsünüz, hamısının işığı yandı. İndi mən bunu run etsəm, gördünüz, 1000 manat, John və 20. Yenidən göstərirəm və bunu silirəm. Burada nə yazmışıq? Setlər vermişik. Bir də kodu run etsəm heç nə olmayacaq. Çünki set eləmişik, amma get eləməmişik. Dəyərlər orada mövcuddur. Java artıq tanıyıb. Amma müştəri görmür, çünki biz onu müştəriyə verməmişik. İndi bir dənə adi maaşı müştəriyə verək. System out employee.get salary. Baxın, maaşın işığı yandı bir dənə. Salary işığı. Qalanlar getlər bağlıdır. Frontunda siz görəcəksiniz bunu. Məsələn, girdiniz atıram sayta, 1002 gəlir və yaxud da sayta rəqəmlər görürsünüz və yaxud da adlar görürsünüz. Hamısı bu sizin getinizdən qayıdır. Nə qədər frontla məsələn işləyirsə, məsələn, adi burada deyək ki, nə qədər datalar görürəmsə, hamısı gedir back-də getlə mənə qayıdır. Və bu şəkildə qayıdır back-dən mənə. İndi mən bunu yazmaqda məqsədimiz nədir, onu deyim sizə. Sual verə bilərsiniz ki, məsələn, bayaq sual verdiniz ki, məsələn, belə yazırdıq da zaten rahat. Niyə bir də bunu uzatdıq? Bunun məqsədi odur ki, biz hal-hazırda employee-nin içində şərtlər verə bilirik. O da necə olacaq? Setlər verməmişəm. İndi düşürəm aşağı. Getləri də var. Siz burada setin içində şərt qoşursunuz. Düşürsünüz içinə. Deyirsən ki, if yuxarıdan gələn age böyük olarsa 18-dən o zaman götür. O zaman götür. Anarın verdiyi yaşa mənimsədir. Else denən ki, age must be greater than 18. Gördünüz, yəni siz bayaqdan burada istədiyiniz kimi set edirsiniz. Malik 40 heç bir limitiniz yox idi burada. Hər şeyi istədiyiniz kimi yaza bilirsiniz. Amma burada artıq siz limit qoydunuz kodda. Ki adam maaşı age set eləyəndə imini age filtr qoymuşuq, gördünüz. Custom filtr deyirlər buna. Artıq adam verdiyi yaş 20-dirsə işləyəcək məsələn. 20 ilə verirəm. Run edirəm. 20 ilə verdiyim yaşı tanıdı, qəbul elədi. Amma yaşı mən öldürsəm eləsəm əgər buradan 16 run eləsəm
Gördünüz? Deyir mini verdi, adı da verdi, amma yaşı 0 verdi. Nəyə görə? Deyir ki, mesaj verir burada. Deyir age must be greater than 18. Siz artıq müştəri istənilən qeydiyyatdan rahatlıqla keçə bilməyəcək. Ona şərtlər qoşursunuz. Müəyyən filtrlər əlavə edirsiniz setdən. Aydındır. Məsələn, burada setdığınız filtrlər var bizdə. Deyək ki, məsələn, adın uzunluğu var. Deyək ki, adı filtr qoymusunuz. Məsələn, adam Johnla girmir içəri, set name John. Düşürəm mən aşağı filtr verirəm. Deyirəm ki, əgər name nöqtə adın uzunluğu deyirəm böyükdürsə 3-dən, o zaman götür dəyəri set elə. Əks halda deyək ki, invalid name məsələn, invalid name. Adam düşəcək bura, gəl buranı eləyəcək. John məsələn okeydir, 3-dən böyükdür uzunluğu. John işləyəcək. Amma adam bura düşüb Joe yazsa, ekrana versəz, gördünüz, adı 0 getdi, yaşı da 0 getdi. Çünki heç biri şərtimizi ödəmir. Və deyir ki, invalid name və yaş deyək ondan 18-dən böyük olmalıdır. Bu frontend tərəfindən necə işləyir? Frontenddə siz deyirsiniz ki, mən sənə bu şəkildə mesajlar göndərəcəm. Və frontend sizdən bildiyiniz mesajlar var, bu mesajlar götürüb gözləyir sizdən. Gələn mesajı birbaşa çıxardır, pop-up'la müştəriyə göstərir. Ona görə siz bəzən e-mail məsələn kopyalayıb yaxud da səhv yazanda o mesaj göstərir ki, e-mail formatı yanlışdır. Və həmin o format yanlışdır, buradan qayıdır. Həmin o format yanlışdır, buradan qayıdır. Bu formatda setlə verirsiniz. Set eləyən anda gedir, set eləməmişdən bax filtrasiyaya düşür. Keçmirsə deyir ki, format yanlışdır. Aydın oldu? Okay. Əgər sual varsa yenidən verə bilərsiniz. Mail deyirsiniz? Mail deyirsiniz yoxsa? Bizdə bizim dərslərimiz olacaq sizlə. Regex keçəcək. Regex nə deməkdir? Mailin içini bildiyiniz filtr edəcək. Burada @ işarəsi varmı, nöqtə varmı? İndi onun ən primitivini sizlə yazaq. Private string email deyək ki, müştəri emaillə girir. Düşürəm aşağı. Mail ucu əllə yazmıram da. Deyirəm ki, özü yazsın mənim üçün. Və deyirəm getir setir. Bir dənə mail var. Enter. Mail da verdi. Maili gəlin filtrə salaq. Deyirəm ki, if email .contains @ mailin deyirəm ki, əgər @ işarəsi varsa içində, o zaman denən ki, hə, okeydir. Yox, əks halda denən ki, əks halda system out invalid email format not contains @ məsələn. Gəlirəm, harada burada qırmızı var, email 2 nöqtə. Okay. Gəldim bura, düşürəm aşağı bir dənə də email verirəm. employee.set email. Deyək ki, test@mail.com. Sorry. Set email. Bir dənə də düşürəm aşağı deyirəm ki, get email. Mən burada göndərsəm, hər şey qaydasında işləkdir. Baxın, hər şey qaydasında. İndi bunları düzəldim, bunlar normal işləsin. Qarışdırmasın başımızı bizim. Göndərdim, baxın, minjohn20test@mail.com. Amma mailin içindən sabaçkanı silsəm, göndərsəm, avtomatik deyəcək ki, mail null, invalid mail, format not contains @ işarəsi. Onu da biz harada verdik? Condition'ı burada verdik. Burada. Amma gələcəkdə bəzi kodlar bu şəkildə verəcəksiniz. Bəzilərində annotationlar var bizdə. Məsələn, gəlin onun bir dənəsini sizə göstərim. Bir saniyə. Məsələn, deyək ki, o olsun bizdə diction içinə baxaq. Nə var buralarda? Bax, görürsünüz burada email sözü var. Artıq gələcəkdə bir dənə məsələn atıram, adamın emaillə daxil olmur. Private string email. Bu şəkildə. Bir dənə email yazırsınız üstündə annotation. Bu Java tərəfindən sizə verilir. Bu avtomatik nəyə gedir? Email dünya miqyasında qəbul olunmuş standartda axı. Email həmin standartda yoxlayır ki, müştərinin yazdığı email bizim standarta uyğundur yoxsa yox. @ varmı və s. və s. Onun özü ayrı bir klassdır və klassın içində bir-bir filtrasiyanın hamısını yoxlayır. Okay. Bu şəkildə gələcəkdə bunları istifadə edəcəksiniz. Amma bir dənə sual verə bilərsiniz ki, bəs bunu nə vaxt istifadə edəcəyik? Bu yazılışı, bu yazılışları.
Məsələn, emaili qarşılayır, okey, razıyam. Amma bəzi format var ki, onu qarşılamır. Məsələn, Java nə bilir ki, sənin standartın 18-dən yuxarıdır ya da aşağıdır və s. və s. Onu artıq siz custom özünüz müdaxilə edirsiniz. Məsələn, ölkə daxilində ola bilər ki, deyək ki də transaction-dır. Məsələn, adi kapital bankomatından pul çıxardırsınız. Bizim ölkədə deyək ki, bankomatdan kapital 2000-dən çox birbaşa çıxartmağa icazə vermir. Başqa yer deyək ki, 4000 çıxarda bilərsən. Ona görə siz məsələn get transaction verəndə, gəlin onu da hətta yazaq sizlə. Məsələn, atıram, adam burada pulunu çəkmək istəyir. Ya da məsələn, karta pul atmaq istəyir də. Private double amount. Mən düşürəm aşağı. Ümumiyyətlə, private vereyim sizə. Bütün nə qədər, baxın, adi real kod açacağam. Nə qədər riyaziyyəti proyektlərimiz olacaq, hamısı private-dan verilir, fərqi yoxdur. Kart olsun, olmasın, heç bir fərqi yoxdur. Fikir verin, bütün filtrlərimiz private-dan. Bu bizim iş applicationlarımızda hamısına baxın private-dir. Yox, birbaşa kodunuzda nə qədər field varsa hamısını private verirsiniz normalda. Nəyə görə? Çünki bu nəyə görədir? Kod təhlükəsizliyidir. Yəni adi başqa developer belə gəlib rahatlıqla sizin kodunuza birbaşa set eləməsin də. O setter istifadə edəndə məcbur görəcək ki, sənin bu private özəl filtrlərdir. Ora deməli biraz seti birbaşa set vermək olmaz. Siz sanki ancaq kənar faktordan deyil də birbaşa öz developer komanda yoldaşlarınızı belə nəzərə alırsınız ki, mən private verim, hər kəs rahat müdaxilə etməsin ora. Ona görə. Komanda götürür. Məsələn, komanda nə işləyirsiniz deyək ki, baxın gəldik bura. Komanda girir zaten. Ora bu formatda set eləyir. Komanda zaten set eləyəndə, okey, görür ki, hə, mən buna set elədim. Deməli, onların bu amount fieldi həqiqətən private, o nəzərə alıb ki, private. Yəni istənilən onu dəyişilə bilməz. Artıq o set eləyəndə nəzərə alır ki, hə, bura set eləyirəmsə, mən nəzərə almalıyam ki, onların bu fieldi private-dir. Hər götürdüyüm datanı ora set eləyə bilmərəm. Bildiniz? Yəni bu sanki pre-təhlükəsizlik deməkdir backendlər arasında. Okay. Sizə mən amount deyəsiydim. Amount məsələn var, get amount və set amount. Gəlirsiniz siz bura employee.set amount verəndə artıq 2000-dən məsələn yuxarı bir şey versəz, 2000 nə bilim 100 versəz, bunu məsələn Java qarşılamır. Java hardan bilsin də məsələn bizim standart 2100-dür. Ucu burada avtomatikman siz nə edirsiniz? Deyirəm ki, if amount-um əgər böyük olarsa 2000-dən bir dənə mesaj verirsiniz ki, not allowed. Not allowed. İndi fikrin tərsinə yazdım. Else halda deyirəm ki, else götür həqiqətən dəyəri mənimsət işləsin. Adam durub 2100 manat set eləməyə çalışsa, avtomatik nə baş verəcək? Not allowed verəcək. Yəni bunları siz Java tərəfindən bayaq göstərdiyim o mail yazmışdım ha. Bu şəkildə artıq yaza bilmirsiniz. Hara getdi o. Belə yaza bilmirsiniz çünki onu qarşılamır Java. Onu artıq manual handle etməyə məcbursunuz. Aydındır. Bu şəkildə. Tak, indi mən bir dənə üstündən sürətli keçəcəm. Sizə mən bugün ötürdüyüm məlumatların siyahısı nələr oldu? Mən sizə bugün ötürdüyüm məlumatlar konkret olaraq bir constructor overloading, return type method və return types like double, int, string və s. Return type'ları sizə göstərdim. Encapsulation göstərdim. Sonra custom setter logic göstərdim. Custom setter logic göstərdim sizə. Bunlardan sizə ağır gələni oldu, ümumiyyətcə ki, yəni biraz çətinlik çəkdiniz. Çətin çəkə bilərsiniz nələrdə? Bir, bunları çətin çəkə bilərsiniz. Bir tip qaytarama geri, return age və tip int olaraq. Bunlar çətinlik necədir? Gözünüz örgəşənə qədərdir. Encapsulation yaza bilirsiniz, özünüz yaza bilirsiniz. Amma bəzi case'lər olacaq ki, məsələn, içində bu məcbur filtrlər verməli olursunuz. Həm də bilsən necədir? Məsələn, bu necə? Burada bilsin necədir? Özünüz belə verə bilirsiniz, düzü. Okay. Demək olar ki, Java-nın 60-70%-ni Java auto-complete edir, yaza bilirsiniz. Prosta o genel kombinasiyanı ki, özünüz başa düşdünüz. Artıq orada istədiyiniz əl atıb filtrlərlə oynaya bilirsiniz.
Əsas bu istifadə olunan ki, hissələri var. O da hardan gəlir? Yes, buradan gəlir. External library var bizdə, kitabxana. Baxın, bura girirsiniz, Coret 17. Bütün bu kitabxanalar hamısı nə üçündür? Biz onları istifadə edə bilək deyə. Hətta birinin içinə girsək, hansısa bir developer tərəfindən yazılmış kodlardır. Sadəcə o qədər çox istifadə olunub ki, common user'dır bunlar. Biz səhərsi gün bunu çağırıb birbaşa bunu istifadə edirik. Bir də özümüz təzədən bu kodları təzədən sıfırdan yazmırıq. Bir də irəliləyən dərslərdə siz getter setter artıq necə istifadə edəcəksiniz, onu da yüngül göstərim. Getter setter yazmamışıq bayaqdan burada. Fikir verin, 67 sətr kod gedib bizdə, sırf bunları yazmaq üçün. Bu qədər kod gedib. Amma lap növbəti dərslərdə Spring-ə girəndə bu hələ ki, indiki cavabını dəstəkləmir. Spring-də artıq belə yazacaqsınız. Getter setter. Bir dənə bu getterin içində bütün bu filtlərin getləri yazılır. Bir dənə bu setter bütün bu filtlərin setini qarşılayır. Sanki düşünün ki, bir dənə bunu yazmaqla elə bil ki, bütün bunun içindəki getter setterlərin hamısını əvəz etmiş oldunuz. Belə. Bunu yazmaq yerinə bir dənə getter setter yazdıq. Bunun bütün hamısının getter setterini yazmış olduq. İndi mən sizə bir dənə sual verim. Bəs bunun müsbəti nə ola bilər, mənfisi nə ola bilər? Nə vaxt bunu istifadə edərsiniz? Kodu görücü qısaltdı. Amma bir dənə kodlara baxın, getter setterlər. Bəs nə vaxt istifadə etməzsiniz? Amma faktiki olaraq qısa kodlar verib hamısını. Sizcə nə vaxt onu işlədərsiniz, nə vaxt işlətməzsiniz? Necə? Nə ilə bağlı? Yəni filtr nəzərdə tutursan? Yes, bu bildiyin əslində bir sənə temadır. O yadınızda for ilə for each teması. For each zaten standart işləyir. For-a müdaxilə edə bilirsiniz. Bu da eyni məntiqdir. Getter setter standart işləyir, müdaxilə edə bilmirsiniz sonra, əgər belə yazmısınızsa. Yox, getter setter silib manual yazırsınızsa, onda işləyir, manual yazırsınız. Bir dənə məsələ var ki, siz hər şeyə müdaxilə etməli olmaya da bilərsiniz. Məsələn, siz ancaq email-a müdaxilə etmək istəyirsiniz. Onda götürərsiniz, bunun hamısını belə silərsiniz. Ya da atıram. Ancaq setterlərə müdaxilə etmək istəyirsiniz, deyək ki. Gəlirsiniz bura. Bir dənə getir buradan götürürsünüz. Amma koda deyirsiniz ki, setterləri mən özüm yazaram. Kodu buradan da qabağa düşürsünüz. Setterləri özünüz yazırsınız. Getləri amma koda yazdırırsınız. Belə bir şey də var. Okay. Bu artıq sizin business logikiniz nəyə əsasən dəyişir. Ona əsasən qərar verəcəksiniz. Sizdə çıxa bilər, amma Spring deyil deyə sizdə hələ. Ona görə bunları görsənməyəcək. Çünki bunlar görün hardan gəlir. Bunlar hamısı ki, Spring-dən gəlir. Lombok kitabxanası var. Məsələn, bir siz yoxlasaq sizdə niyə çıxmayacaq? Çünki bu kitabxana Lombok bilirsiniz nədir? Gəlin kitabxananı göstərim sizə. Bizdə Java-da, bu IntelliJ-də Build Gradle deyə bir yer var, papka var. Bu kitabxana deməkdir. Kitabxanaya girirəm. Burada bu kitabxanalar, Lombok sözünü görürsünüz. Onu mən əlavə özüm koduma yazmışam. Ona görə gəlib burada tanıyır. Getir və setir. Çünki hardan gəlir? Adı üstündə Lombokun içindən gəlir. İndi mən gəlsəm, Build Gradle. Bu Lombok yoxdur bu ikisi. İkisini də bağlasam belə. Refresh atıram səhifəyə. Refresh edəsin bir saniyə. Refresh etdi, bitdi. Gəlirəm koda baxın, görmür artıq. Heç birini görmür. Qırmızı oldu hər hamısı. Lombok deyir ki, görsənmir. Amma çünki mən burada söndürmüşəm. Amma açam. Yes. Lomboku bağlasaz. Lombok nədir? Başqa bir developerlar tərəfindən kitabxanaya nə vaxtsa yazılıb göndərilmiş bir şeydir və biz onu çağırıb istifadə edirik. Hətta gəlin göstərim o necə yerləşir kitabxanalarda. İndi bu kitabxanadan gəlmir Lombok bizə hal-hazırda. External. Yo, fərqi yoxdur. Siz indiki IntelliJ-də də işlədə bilərsiniz. Adi bu kodu götürüb ata bilərsiniz IntelliJ-də, siz də işlədə bilərsiniz. Kapitallıq bir şey deyil. Kapitala aid olanlar bilirsiniz nələrdir? Atıram baxın. Servisə girək. Kapitala aid olanlar. İmportlara baxın. Bəzi importlar görün hardan gəlib gətirir. Dəqiqə. Bu. İmportlara baxın, normal hamısı kapitalbank.az-dan gəlib gətirir. Fikir verirsiniz.